daha çox Rusiya-Ukrayna müharibəsi ilə bağlı nüanslara yer ayıracağıq. Avropa İttifaqında dondurulan Rusiya aktivləri ilə bağlı çəkişmələr davam edir. Brüssellə digər paytaxtlar arasında yaranan gərginlik həm həmrəyliyi sarsıdır, həm də qərarların qəbulunu çətinləşdirir. Belçikanın vetosu yalnız maliyyə məsələsi deyil, Avropanın siyasi iradəsinin sınanması kimi də dəyərləndirilir. Üstəlik bu qeyri-müəyyənlik Vaşinqton və Moskva üçün yeni imkanlar da açır. Trump Avropanın parçalanmış görünməsindən istifadə edir və qitəni danışıqlarda ikinci plana sıxışdırır. İttifaq isə həm Ukraynanı dəstəkləmək, həm də öz birliyini qorumaq arasında çətin seçim qarşısındadır. Avropa İttifaqında dondurulmuş Rusiya aktivləri ilə bağlı fikir ayrılıqları davam edir. Birlik daxilində Belçikaya Macaristan kimi yanaşmaq planının müzakirəsi gedir. Bildirilir ki, dekabrın 18-də keçiriləcək sammitdə ittifaq liderlərinin əsas vəzifəsi Belçikanın baş naziri Bart de Wever üzərində qələbə qazanmaq olacaq. Çünki ölkə Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya 210 milyard avroluq kredit verilməsinə veto qoyur. Rusiyaya qarşı alınan istənilən cəbhəni sabotaj edən Macaristandan sonra Belçikanın da narazılığı ittifaqda bir mənalı qarşılanmır. Brüssel dondurulmuş aktivlərdən istifadənin hüquqi ziddiyyətlər və bunun yarada biləcəyi təhlükələri vurğulayır. Bu səbəbdən ölkə aktivlərin müsadirə edilməsinə ehtiyatla yanaşır. Həmçinin dondurulmuş Rusiya aktivlərinin demək olar ki, hamısı Brüsseldəki maliyyə deposu olan Euroclear'da saxlanılır. Bu deməkdir ki, əgər Kreml vəsaitin müsadirəsi ilə bağlı məsələ qaldırsa, bu yük Belçikanın üzərinə düşə bilər. Avropa İttifaqı isə aktivlərin istifadəsində israrlıdır və bunun üçün müxtəlif hüquqi mexanizmlər üzərində çalışır. İndi birlik lazım olarsa Belçikanı təcrid etməyə də hazır kimi görünür. Verilən mesaj budur ki, Brüssel ittifaqın gəmisinə gəlməsə birliyin masası ətrafındakı səs hüququnu itirəcək. Avropa İttifaqı hazırda fikir ayrılıqları səbəbindən həmrəylik böhranı ilə üz-üzədir. Bu da ortaq qərarların qəbulunu ya ləngidir, ya da ümumiyyətlə mümkünsüz eləyir. Onsuz da Vaşinqtondan yaranmış son gərginliklər fonunda daxili çəkişmələr Avropanın birliyini sarsıdır. Avrupa Birliği içerisinde güney-kuzey arasındaki ekonomik farklılıklar, tehdit algılarının farklı olması, siyasi yapılarının farklı olması, kamuoyunun özellikle dış politikadaki farklı görüşlerinin olması, bununla beraber Ukrayna konusunda farklı algılar ve farklı fikirlerin olduğu da görülmektedir. Daxildə yaranan dilemma indi şübhəsiz ki, Avropanın oponenti olan Moskvaya və bu aralar o qədər də yaxşı yola getmədiyi köhnə dosta ABŞ-yə sərf edir. İttifaqda həmrəyliyin kövrəlməsi son vaxtlar qitəni tənqid atəşinə tutan Donald Trumpa yeni rıçaqlar verir. Times jurnalı yazır ki, hazırda Avropa liderləri Trumpa heç bir təsir göstərə bilmirlər. Ağ Ev rəhbəri ittifaqı xaos içində gördükcə özünə inamı artır və getdikcə tarixi müttəfiqlərini ciddi almamağa başlayır. Amerikalı lider bir tərəfdən təqdim etdiyi sülh planını Ukraynaya diktə eləyərkən, digər yandan Avropanı bu məsələdəki fəaliyyətsizliyində ittiham edir. Qitə danışıqlardan kənarda qalmış kimi görünür. Bu isə Avropanın imici və rolu baxımından ürəkaçan mənzərə ortaya qoymur. Yəni, daxildə çəkişmələr olduqca, ittifaq qitədə istədiyi sabitlik uğrunda ipləri əlinə ala bilməyəcək. Biz Avropada sabit struktura maraqlıyıq. Bu səbəbdən Ukraynanı dəstəkləyirik. Təkcə Ukrayna xalqı ilə həmrəy olduğumuza görə deyil, həm də öz təhlükəsizlik maraqlarımıza görə. Biz indi ABŞ-nin xarici siyasətindəki dəyişikliyi görürük. Buna görə də Avropa ölkələri öz fikirlərini dəqiqləşdirməli və məqsədlərini aydınlaşdırmalıdır. Yalnız yekdil yanaşma olarsa, Ukrayna mövzusundakı məsuliyyəti üzərimizə götürdüyümüzü deyə bilərik. Hazırda Vaşinqtonun dəstəyə çəkməsi və Kiyevin artan tələbləri qarşısında Avropa maliyyə sıxıntısı ilə üz-üzədir. Rusiya aktivlərindən istifadə də daha çox bu kəsirin qarşısının alınması məqsədi daşıyır. Avropa Komissiyası Ukraynanın maliyyələşdirilməsi üçün başqa variantlar da axtarır. Bunlardan biri Avropa İttifaqının növbəti 7 illik büdcəsi ilə dəstəklənə bilən birgə borc planıdır. Bu da alınmasa, bəzi ölkələr Ukraynanı ayaqda saxlamaq üçün öz büdcələrindən qurban verməli olacaq. Hazırda bu alternativ daha çox Almaniya, Skandinaviya və Baltikyan ölkələrdə müzakirə olunur.